Hamıya salam uşaqlar, mən Səlim. Deməli bugün sizlə bir yerdə GTA San Andreas online necə yüklənir onu göstərəcəm. Deməli GTA San Andreas online yükləmək üçün siz keçən videoda 2 həftə bundan qabaq olan videoda, 5 gün bundan qabaq olan videoda göstərdiyim GTA Alpanı silməli məcburiyyətində qalmayasınız. Yəni onun içinə də yükləməyəcək modu. Deməli ilk öncə girəcək Play Marketə. Kanala abunə olub like atmağı unutmayın. 69 abunə üçün də hamıya təşəkkürlərimi bildirirəm. Axtarış yerinə gələcəksiniz sonra uşaqlar. Sonra bura Sam Launcher yazacaqsınız. Sam Launcher yazdıqdan sonra baxın bax çıxacaqdır. Baxın bax bu launcherə basasınız və yüklə butonuna basasınız. Və sonra gözləyirsiniz yüklənsin, qutarsın. Deməli bu proqramın da içində yükləmə gedəcək. Gördüyünüz kimi burada göstərir nə qarmaq lazım, nə qarmaq lazım deyil. Deməli bu şəkli yadda saxlamaq lazımdır. Baxın. Bu şəkli yaddaşda saxlayın. Çünki burada FPS-lər lazım olacaq bizə. Burada elədiyi ayarlar bizə lazım olacaq. Deməli yüklənəndən sonra Sam Launcher'in üzərinə bir dəfə basıb giriş eləyəcəksiniz. Və sonra heç bir şeyə basmadan direkt olaraq Install Client'a basasınız və sonra Yes butonuna basasınız. Yes'ə basdıqdan sonra digər və Chrome deyəcəksiniz. Və sonra sizi Chrome atacaqdır. Chrome atdıqdan sonra download game deyəcəksiniz və yüklənir. Gördüyünüz kimi yükləndi, qutardı. Yükləndikdən sonra yüklüyorsunuz. Bu proqramı qollaşdırırsınız. Və sonradan yüklədiyimiz Sam proqramına daxil olursunuz. Sam Launcher ilə işimiz bitdi. Hamısına icazə veririk və bura əsas yerdir. Deməli burada light sürümü və full sürümü hansı xətaları barındırır və hansı xətaları barındırmır. Deməli light versiyasında çoxu zaman şey var kamera. Şəkil çəkməyə olan kamera GTA Alpa'da da var. Deməli o kamerada qalır. Deməli siz buradan gəlib bir də silməlisiniz. 1-2 saatdan sonra yenidən daxil olmalısınız. Saatlar sonra yenidən daxil olmalısınız ki o xətadan çıxsın. Full sürümü də yəni xətasız sürümdür. Bəli, arada belə də xətalar falan ola bilir. Amma mən sizə full sürümündənsə light sürümünü tövsiyə edirəm. Üzərinə basırsınız və sonra Update Client'a basırsınız yenə. Və sonra yenə Yes'ə basırsınız və burada gözləyirsiniz. Yüklənsin, başa çatsın. Burada yüklənsin, başa çatsın. Mən videonu atacağım. Hələlik sağ olun, salamat qalın. Onsuz da bu yüklənəndən sonra mən videonu yenidən açacağım. Deməli uşaqlar, gördüyünüz kimi 90'a falan çatdı yükləmə. Yəni bayaqdan bəri gözləyirəm ki, yüklənsin, bitsin. 97, 98, 99 və 100. Gördüyünüz kimi yükləndikdən sonra install et aktual versiyon. Serveris yeri var. Serveris yerinə tıklayırsınız. Aşağıya gəlirsiniz. Aşağıya gəl. Buradan istədiyiniz bir şeyi seçə bilərsiniz. Xəritəni seçib oynaya bilərsiniz. Mən test sürümü oynayacağım deyə siz buradan serverisə gəlib favoritdən favoriyə gəlib alt serverə basaraq siz serverdə əlavə eləyə bilərsiniz. Amma mən hələlik serverdə oynamıram. Yəni elə belə sizə serveri göstərirəm. Denəmə 1-2-3 adınızı yazdıqdan sonra play'a basırsınız. İzin ver deyirsiniz.
və gözləyirsiniz oyunumuz açılsın. 0.3.7 gördüğünüz kimi content showing tagim deməli bura siz Gmail yazacaqsınız. Mən Gmail'mi. Deməli dostlar, Gmail yazdıqdan sonra istədiyiniz bir yeri seçib adreye basırsınız. Bura Gmail yazacaqsınız deyəsən. Dəqiqə. Gmail yazdıq, bir də adreye basaq. Dəqiqə, yenə Gmail. Dostlar, deməli açılmır. Yəni bayaqdan bəri edirəm. Bir dənə parolumu yazım mən. Dostlar, deməli deyəsən parolu yazmalıymışız. Parolu yazdım. Server closet tag contention falan deyir. Spawn'a basıram. Heç nə olur. Dostlar, bir dənə çıxım mən. Gördüğünüz kimi ama yani GTA San Andreas durur. Yani gördüğünüz kimi GTA San Andreas yerindədir. Bir dənə çıxaq, yenidən girək görək. Düzələcəkdim yani. Bilmədim nə olursa. Deməli gələk buradan başqa bir server seçək. Başqa bir server olaraq mən bir dənə İngilis serverini seçdim. Girəcəm. Yəni bu da inşallah açılar. Bu inşallah açılar da sizə göstərərəm yəni necə yüklənir. Necə yüklənir yox. Necə oyuna girilir. Və bu server işləyir uşaqlar. Şükür. Deməli bura deyəsən Gmail yazacaqsınız. Deməli ora Gmail şifrəsini yazırsınız. Yazdıqdan sonra loginə basıb dəqiqə Gmail mən password dəqiqə click login deyək. Sov deyək. Dəqiqə. Uşaqlar bir dənə adı yazım görüm nə olacaq denəmə. 1 2 3. Login dedim. Bir dənə də Gmail. Deməli Gmail yazdım, login dedim, gəldi. Deməli sonra seklentə basırsınız və sonra buradan istədiyiniz bir karakteri seçirsiniz. Mən hələlik bu karakteri seçəcəm, bunu seçəcəm. İstədiyiniz bir karakterin üzərine basırsınız, onun üstə gəlir. Hıda deyirsiniz və gördüyünüz kimi artıq oyunumuzu istədiyiniz şəkildə oynaya bilərsiniz. Gördüyünüz kimi burada istədiyimiz maşınlar var. Deməli getmir, maşını sürməyə olmur uşaqlar. İndi gəldi buton. İndi sürməyə olmuş. Deməli GTA Alpa'ya oxşuyur. GTA Alpa kimidir də, yəni. Eyni GTA Alpa kimidir. Yəni elə bil GTA Alpa demək olar da. GTA Alpa'ya demək olar ki, oxşuyur. GTA Alpa yükləyə bilməyənlər bu mən elədiyim kimi eləyib, yəni polunu keyflərinə baxa bilərlər. Yəni elə bil GTA Alpa'dır. Yəni GTA Alpa kimidir də. Nə fərqi var? GTA Alpa oldu, bu oldu. FIFA mod yerində amma GTA Alpa'da Azərbaycan bayrağı var idi, bunda yoxdur. Oba, speedometre zad da var. Of, dağıdır maşın. Oy. Deməli GTA Alpa'da da bütün missiyalar keçilmişdi. Bunda da bütün deyəsən missiyalar keçilibdi. Eyni də demək olar ki, bir dəqiqə mən buradan bunu seçim, əlim dəqiqə deyəcəkdim. Minyana şeyə butonuz. Biraz sürək, görək necə gedir. Qəşəng. Yəni həqiqdən də qəşəngdir. Yəni GTA Alpa'dan qəşəng ola bilməz. Yəni heç bir beləsi mod GTA Alpa'dan yəni qəşəng ola bilməz. Özü də Azərbaycanlılar üçün.
Yəni mənim üçün heç bir GTA San Andreas modu GTA Alpha qədər zövq vermir. Yəni mənə görə. Sizə görə bilmirəm, vermir, amma mənə görə heç bir GTA San Andreas modu GTA Alpha'nın yerini vermir, ata, vermir. Bunda təmir yeri var idi, nə o? Bunda həm də biraz. GTA Alpha'da niyə maşınlar əzilmir, mənə çatmır da o? Oy. Görək, burada bir dənə düzəltdirmə yeri var, yazmışdan görək. 160, 170. Tamam. Düzəltdirdik. Oy. Qəşəng. Həqiqi qəşəng. Maşın altda göstərir. Bu Ferzad da çıxır. Etdik. Fıya bassaq nə olar? Orta yola çıxdıq. Otoyolda görünür nə olur. Camaat samolyot da daşırdır. Demək olar ki, yəni GTA Alpha'nın online versiyasında deməli meta kimidir. Meta mobili artıq telefonun içində çıxdı. Deməli çoxu dolandırıcı digətdə ki, Meta Mobile artıq telefonlar üçün çıxdı. Oyunu yükləmək üçün Telegrama daxil olub App X əsas yazırıq. Deməli, bir səhifə var ki, TikTok'da, YouTube'da. Yəni, cəmaatın önünə girir və heç bir oyun yükləmir. Və bu da Telegram kanalıdır. App X əsas. Deməli, bu adam deyir ki, məsələn, GTA 5 artıq mobil üçün çıxdı. Oyunun tam versiyasını artıq telefonda rahat bir şəkildə oynaya bilərsiniz. Deməli, siz ona inanmayın. Yalandır. 100% yalandır, mən bilirəm. Çünki başıma gəlib elə bir şey. Yəni, mən uşaq vaxtı inanmışdım, yəni GTA 5'in falan mobilini ya bilirdim, yəni GTA 5 mobil oyunundur, Google'dan falan yüklənir. Deməli, ona inanmışdım, getdim Telegram falan yüklədim. Girdim kanalın adını yazdım. Elə bir kanal çıxmadı. Və sonradan gördüm ki, montajdır. Yəni onların qoyduğu qaz pedalı, yol zat montajdır. Yəni əgər gedib siz oradan yükləsəz, yəni App X əsas yazsanız gəlməyəcək. Yəni çox adam yəni App X əsas kimi çoxu dolandırıcı bunu istifadə edəcək və deyəcək ki, GTA Meta Mobile artıq telefonlar üçün çıxdı. Oyunun tam versiyasını artıq rahatlıqla oynaya bilərsiniz. Oyunu oynamaq üçün videonu bəyənib Telegrama daxil olur. Açıqlamadakı linkə basaraq Telegrama daxil oluruq və axtarış yerinə App X əsas yazaraq 9000 amperlik kanala daxil oluruq və sonra kanala qatılıb yükləyirik. Əgər link açılmırsa, Telegrama girib App X əsas yazaraq kanalı tapırıq və qatlara yükləyirik. Deməli, oyun kimi oldu. Həqiqi oyun kimi oldu. Dəqiqə. Buradan mən ayrı yazsam nə olar? Yazdım. Ayrı yazdım, axtarışa verdim 3 məlumat. Gələn intiqaya basaq.
Oy. Gördüyünüz kimi rahat bir şəkildə sürə bilirik. Deməli, əgər bu videoya bu qəşəng bir izlənmə sayısı gəlsə, məsələn, GTA Alpha və Meta Mobile'da bir gün şəhərləri gəziş falan filan elə bir video ata bilərəm. Sağ olun, salamat qalın uşaqlar. Belə videoların davamı gəlməsi üçün kanalımıza abunə olub like atmağı unutmayın. Bildirişləri də açın ki, təzə video gələndə, yəni mən təzə video atanda sizin telefonunuza bildiriş gələcək və həmən videoya girib ilk yorumu siz yaza bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.